Nahar da yeməmişəm. Neçə ildir bu işlərsiniz? 75 ildir. Gəldim sənə lap tez 5-dən gələrdik. Saat 8-9-da zamız elə işlərdik. Dərs oxuyanda məhcimdə oturardıq. Səhər cami məhcimdən piyada gələrdik, bir də Sırğaf qapısına mədrəsəyə. Piyada. Nahar çağı ki, onda Cosəli idi mədrəsəyə. Nahar çağı qutardıq gedərdik dükana, oraya yarı idi də, Sağ meydana. Ki, naharımızda o bir şey yiyək, gələr. Yetirərdik, rəhmətlik dədəmizlər, götür hürmət etdəyi, götürünəm deyinə, geç qazanı qarışdı. Bizim bu xalq deyən azı, çiyə bir ruhda, indi bizim zəngimiz buyurlar. Nahar da yeməmişəm. Gəl olsan getdə. 2 gram verərdi oradan, verərdim küşüyə, gəmrə gidərdim mədrəsə. Bəndənin adı Rəhim Yazdan dost, 1334-də sanımıydı, ağam düşən olsaydı. Axı ağam bu iş deyildi, hər şeydə kömək lazım idi, biz də kömək edərdik, qaldıq bu işdə də. Qeymat qoyardı, kərə çıxarlardı, yol pişirərdi, ümdə surətində bakkallara verərdi, burada xırda quruş idi. Xiyaban Əlləmi təba-təbai, nərəsidi be xur Mənsur, ləbəniyatı Yazdan dur.